cəmiyyətin turizm agentliyi ilə bağlı gözləntisi tam fərqli istiqamətdən idi. Gözlənilirdi ki, daxili turizmdə nizam yaradılması, yeni turizm xəttlərinin açılması məsələlərlə bağlı bir yenilik olsa, amma tamam bir fərqli məqam ortaya çıxdı. Məlum oldu ki, Azərbaycandan hansısa bilgilər məhz turizm agentliyi vasitəsilə ölkədən kənara çıxarılır və bu kontekstdə prezident qurumun sədri ilə bağlı addım atdı, ondan sonra DTX əməliyyat keçirdi, həbs olunanlar var. Yəni, bu bir qədər gözlənilməz aksiya kimi, akt kimi Azərbaycan cəmiyyətinin gündəminə oturdu. Sizin müşahidələriniz nə deyir, nədən xəbər verir və bu məsələ ölkənin ümumiyyətlə qapadılması prosesinin bir hissəsidirmi? Çox yaxşı sualdır əslində. Mənim üçün də açığın deyim, ən azından sizi qədər, ölkə vətəndaşları qədər bu məsələnin detalları çox maraqlandırır, amma məlumat həddindən artıq azdır. Bircə onu demək olar ki, hələlikdə açıqlanan rəsmi məlumatlara görə həbs olunanlar, işdən çıxarılanlar işlərinə görə deyil. Yəni, turizmin zəif inkişaf etdirdiklərinə görə onları işdən çıxartsaydılar, həbs eləsəydilər və yaxud da töhmət verilsəydi, bu başqa bir məsələ. Yəni, bu turizmlə əlaqəli deyil. Amma nə ilə əlaqəlidir? Hansı məlumatlarla əlaqəlidir? Kimlərlə əməkdaşlığa görə onlar belə cəzalandırılır? Ümid edirəm ki, istintaq zamanı və məhkəmə zamanı bunlar üzə çıxacaq. Çünki ən azından ictimaiyyətin bununla bağlı müəyyən məlumatların bilmə belə deyək də, istəyi var, belə bir arzusu var. Amma təəssüf ki, dəqiq odur ki, bu turizmlə bağlı deyil. Yəni, turizmdə olan vəziyyətlə bağlı deyil. Ümumiyyətlə, turizm agentliyi olsun, turizm nazirliyi olsun, başqa-başqa dövlətlərin biz təcrübəsini öyrənərkən, onlar faktiki olaraq bu sahədə nələrlə məşğul olduğunu gərək diqqətdə saxlayaq da. Bir çox hallarda dünyanın bir çox ölkələrində belə agentlik və yaxud da nazirlik, dövlət qurumu fərqi yoxdur. Onlar daha çox məsələnin PR hissəsi, təşkilatı hissələri, xarici dövlətlərlə müqavilələrin bağlanması, charter reyslərinin açılması, turizm marşrutlarının yaradılması və s. bu tipli texniki məsələlərlə və turizm siyasəti ilə məşğul olurlar. Bir çox ölkələrdə olduğu kimi daha çox özəl sektor bu sahədə əlini daşın altına qoyub, necə deyərlər, öndə olmalı. Məsələn, qardaş Türkiyədəki kimi, Gürcüstandakı kimi orada dövlət hansısa bir formada turizmlə birbaşa məşğul olmur. Turizmin strategiyasını hazırlayır, turizmin siyasətini həyata keçirir, özəl sektor isə çalışır. Bizdə problem ondan ibarətdir ki, özəl sektorun turizmdəki payı o qədər də yüksək deyil. 5 ulduzlu otellərin çoxu dövlət dəstəyi ilə tikilib, demək olar ki, dövlətin nəzarəti altındadır, müxtəlif qurumlar altında. Kiçik otellər yoxdur. Ahali sayını da götürsək, Aygün xanım, bu çox vacib bir detaldır. Ahali sayını da götürsək, bizdə turizmdə çox az adam işləyir. Məsələn, Gürcüstanda birbaşa və dolayısıyla əhalinin 27% turizmdən çalışır. Birbaşa və dolayısıyla, yəni turizm bir tək otel deyil, bir tək kafe deyil, bir tək restoran deyil də. Məsələn, turizm obyektlərinin marşrutlarının təşkili, logistikasının təşkili, hətta otellərə belə deyək də, sabundan, dəsmaldan tutun da müxtəlif əşyaların istehsalı və çatdırılması, turizm obyektlərinə müxtəlif növ catering xidmətinin göstərilməsi və s. Bütün bunlar ona gətirdi, çıxartdı ki, məsələn, Gürcüstanda az qala hər 3 nəfərdən biri birbaşa və yaxud da dolayı yolla turizmdə çalışır və turizmdən pul qazanır. Və nəticə itibarilə də Gürcüstana 7 milyon turist gəlir, keçən ilki məlumatlara görə. Azərbaycanda son məlumatlara görə turizm sahəsində çalışanların sayı heç 20 min deyil. Keçən ay deyirsən 113 min turist sadəcə, keçən ay deyil, yanvar ayında Azərbaycana statistik rəqəmlərə görə cəmi 113 min, yəni çox kiçik rəqəmlərdən söhbət gedir. Əlbəttə, yəni ümumi götürsək 2 milyona çatmırıq da, yəni. Çox azdır bu, nəticə itibarilə illik götürəndə çox azdır. Ermənistanla az qala eynidir, hətta Ermənistanda biraz artıqdır. Baxmayaraq ki, Ermənistan ərazi olaraq da bizdən çox-çox kiçikdir. Bunun nəticəsi, daha doğrusu bunun səbəbləri həm quru sərhədlərin bağlı olmasıdır, təbii ki, bu da var. Amma əsas səbəblərdən biri odur ki, bizdə turizm, belə deyək də, xalq biznesinə çevrilmədi. Və yaxud da buna imkan yaradılmadı. Bu qədər potensialımız olduğu halda. Əlbəttə. Yəni, məsələn, Gürcüstanda ən populyar otelçilik home otel konsepsiyasıdır.
Baxırsan insan bölgələrdə və yaxud da Tiflisin özündə fərqi yoxdur. 2, 3, 5, 6 otaqlı evi var, mənzili və yaxud da həyət evi var. Ona dövlət dəstək verir, ona böyük kreditlər ayrılır və faizsiz kreditlər ayrılır. Dövlət ona eğitim verir. Baxın, Turizm Agentliyi və Turizm Nazirliyi belə şeylərlə məşğul olmalıdır. Ona bir eğitim verir, öyrədir ki, necə otelçiliklə məşğul olmaq olar və nəticə etibarilə bir tək Tiflisdə, 700-dən çox home otel tipli kiçik otellər var, butik Hətta otellər. xatırlayırsınız, Gürcüstanın keçmiş prezidenti də öz ata-baba evində bir turizm mərkəzi yaratmışdı. Ekoturizmlə indi də bildiyim qədərilə marqalaşdı, məşğuldur. Azərbaycanda nə qədərdir? Barmaqla sayılacaq qədər. 2 ulduzlu, 3 ulduzlu otellər nə qədərdir? Barmaqla sayılacaq qədər. Yəni bütün bunlar turizmin xalqın gəlir mənbəyinə çevrilməsinə imkan vermir. Və bu da müxtəlif, belə deyək də, önünü görməyən biznesin müxtəlif əməllərinə səbəb olur. Məsələn, bizdə çox yazılır, deyilir, danışılır sosial şəbəkələrdə də ki, məsələn, ərəb turistlərinə filan rayonda, restoranda yüksək məbləğdə hesab oxudular. Bu bilirsiniz niyə belə baş verir? Bu acgözlük deyil, Azərbaycanlı acgöz zat deyil. Bu ondan xəbər verir ki, o önünü görmür. O bilmir ki, bu restoran sabah onun mu olacaq, yoxsa əlindən mi alacaq? O bilmir ki, sabah bura turist gələcəkmi və yaxud da gəlməyəcək. Yəni, o özünə əmin olsa, özünə güvən olsa, öz biznesinin artması üçün düşünsə, çalışsa, heç vaxt ərəbdə və yaxud da başqa turistə fərqi yoxdur, milliyyətindən asılı olmayaraq, daha yüksək qiymət oxumaz. Çünki onun prestij qayğısı yoxdur, belə demək mümkünsə. Sadəcə günlük fürsət qayğısı var ki, o dəyərləndirmək məcburdur. Əlbəttə. Amma bu nəticədir də, səbəb odur ki, önünü görə bilir. Səbəb odur ki, o biznesini inkişaf elətdirəcəyini düşünmür. Səbəb odur ki, sabah bilmir başına nə gələcək, o kafe onun mu olacaq, yoxsa icarədar əlindən mi alacaq və yaxud da hökumət gəlib deyəcək ki, buradan yol keçir, mən sökürəm kafeni. Və budur məsələlər. Məsələn, xatırlayın da, Azərbaycanda ən populyar marşrutlardan biri hara idi? Bakıdan ta İsmayıllı, Qəbələ, Oğuz, Gürcüstan sərhədinə qədər dağların arasıyla yollar keçirdi. İndi Şamaxıdan İsmayıllı arasında yol yenidən qurulur. Artıq 2 ildən çoxdur ki, yenidən qurulur. Orada nə qədər kafe, restoranlar var idi. Hamımızda, düzdür, çoxu qeyri-legal idi, onu da deyil. Amma qeyri-legal olması o vətəndaşın günahı deyil ki, hökumət elə bir qaydalar qoysun ki, o legal işləsin də, neynəsin? Göygöldə də, yəni baxsaq Gəncə Göygöl arası, onların da hamısı qeyri-legaldır. Amma siz demiş, yəni bu dövlətin, hökumətin qayğısı olmamalıdır. Bu sabah elə statistikada, hökumətə sərf eləyən statistikada əhalinin məşğulluq kimi, gəlir yerlərinin göstərilməsi kimi bir avantaja dönməyəcəkmi? Bu hökumətin qayğısıdır, vətəndaşın deyil.